Bu qəbizlik məsələsi də insanlarımızı doğrudan Çox ciddi problemdir Samir bəy. Çox sağ ol sualına görə. Və inanın ki, bugün körpə uşaqların, gəncliyin, orta yaşlı adamların, yaşlı adamların böyük problemidir. Qəbizlik qədər geniş yayılan, hamı utandığından gizlədir. Və bir xanım gəlib, baxın, çünki sulu yemək yemirlər. Xanım gəlib, deyirəm ki, baxın, təzyiqi düşüb, üşüyür, titriyirəm deyir. Rəngi qaçıb, halı pisləşib, deyirəm, bu nədir? Deyir, nəsə görüm demək istəmir. Axı deyirəm, ay xanım, dərdini deməlisən, mən bilim. Deyir ki, böyük bayra çıxa bilmirdim, deyir. Yəni, çox gücəndim, özümü zora saldım və bu günə qaldım. Görün, təsəvvür eləyin. Uşaqlarda, məktəb uşağında bir də görürsən, deyir ki, 15 gündən bir böyük bayra çıxır. İlahi. O uşaqda babasil yaranacaq, düz bağırsaqda çat yaranacaq, qanaxma yaranacaq. Və gələcəyin potensial mədə-bağırsaq xəstəsi olacaq bu uşaq. Axı bu toksin, zəhər qanda qalanda, bədəndə qalanda qana soğurulur, limfaya soğurulur, onun sinir sistemini məhv edir, qaraciyərini məhv edir, böyrəyini məhv edir. Və böyük adamlar da rənginə baxırsa nə gündədir, əsəb gərgin, köp verir, köp qalxır, diafragmanı sıxır və ürək döyüntüləri artır. Qəbizlik nədən əmələ gəlir? Qəbizlik bol miqdarda su içmək lazımdır, əmələ gəlməsin. Adamlar var, deyir, mən yanmıram ki, mən neynirəm su içib? Başa düşmür ki, o zəhər sənin bədənindən necə təmizlənsin? İnsanlar var ki, meyvə yemirlər. Axı, o meyvənin ləti həzmi aparır, başa çatdırır. Ona görə ingilislər deyir ki, gündə bir alma ye, həkimə müraciət etmə. Sən bir alma səhər gün orta axşam ye, bir yer kökü səhər, birinci gün orta axşam ye, cavalı qurusu ye, cavalı ye vaxtında, ərik qurusu ye. Sən görəcəksən ki, qəbizliyin olmayacaq. Bol miqdarda 3 litrə yaxın su iç, olmayacaq. Qəbizliyi verən nədir? Hərəkətsizlik. İnsanlar var, səhərdən axşama qədər otururlar, filmlərə baxırlar, sosial şəbəkədədir, kompüterin qarşısındadır. Qəbizliyi nə verir? Artıq çəki. Kök adamlardır, oturaq vəziyyətdədir. Qəbizliyi aradan qaldıran nədir? Yaxşı hərəkətdir. Hərəkət elədikcə bağırsaqların hərəkəti, peristaltikası artır və qəbizlik aradan qalxır. Ona görə də bir də nə? Ağır yeməklərdən uzaq olmaq lazımdır. Yeməyi qatmaq olmaz. Əgər sən çox miqdarda qırmızı ət yiyəcəksənsə, onu da kartofla, nəyləsə qatıb yiyəcəksənsə, o həzm başa çatmayacaq. Bir insanda 4 kiloqrama qədər bağırsaq daşıyar. Əsəbini pozur, həyatını pozur, yuxusunu pozur və sonra ürək döyüntülərini artırır. Son nəticədə ömrü qısaldır və belə deyil, mənim deyimim deyil. Deyir ki, keçən qəbizlikdə hər gün səni xərçəngə doğru bir addım yaxınlaşdırır. Gör, bundan ağır nə ola bilər ki? Ona görə də insanlara müraciət edirəm. Bol miqdarda su için, çoxlu gəzin, meyvə tərəvəzdən, sürə göyərtdən çox bol miqdarda istifadə edin və mütləq mənada yeməkləri qatmayın. Samir bəy demişən, arada bir yadınıza ya sulu yemək yeyin, ya sulu yeməyi meyvə tərəvəzlə əvəzləşdirin. Mütləq